Axşamınız xeyir olsun. Hər birinizi salamlayıram, liderlərimiz başda olmaqla. Bu günləri bilirsiniz ki, məhsullar haqqında danışdığımız bir gündür, 5-ci gün və bu cümə günü münasibətilə də hər birinizi təbrik edirəm. Demək bizim mövzumuzu bilirsiniz, Wellness C məhsullarımızın seriyasının məhsullarının təqdimatı və ümumiyyətlə, gəlin biraz belə deyək də, daha ətraflı dəridən danışaq. Biz hər birimiz bilirik ki, dəri bizim böyük bir orqanımızdır və nə qədər biz dərimizə qulluq eləsək, bir o qədər də o daha təravətli olar. Həm üz dərimizə, həm bədən dərimizə qulluq etməliyik. Sağlam və parlaq dəri həm gözəlliyimizin, həm də ümumi sağlamlığımızın göstəricisidir. Lakin dərinizə düzgün qulluq etmədən gözlənilən nəticəni əldə etmək mümkün deyil. Həm daxildən bizim çox gözəl məhsullarımız var, hansı ki, yəni təmizlik vasitəsilə, yəni təmizlik biz bilirik ki, hər birimiz təmizlik mütləq olmalıdır. Təmizlik etməliyik. Daha sonra digər duş gellərindən təbii, yəni bizim bütün məhsullarımız olduğu kimi onlardan istifadə etməliyik, şampunlardan istifadə etməliyik, hansı ki, tərkibləri təbiidir və heç bir kimyəvi maddə yoxdur. Və daxildən də dediyim kimi lazım olan vitaminlər, minerallar qəbul etməliyik ki, dərimiz də gözəl olsun. Wellness C seriyası ümumiyyətlə dərinizin bəxş etdiyi, yəni gözəllik demək. Yeni Wellness C seriyası kosmetik xətti elmi araşdırmalara və nailiyyətlərə, həmçinin partnyorumuzun 100 ildən artıq təcrübəsi əsasında əsaslanır. Wellness C kosmetikası üçün Oxotsk və Barents dənizlərindən yığılmış yosunlardan seçdilər. Yosun əsaslı kosmetika intensiv nəmləndirmə, tonlama, detoksifikasiya və görünən dərini təmin edir. Və əsas bu seriyanın üstünlüyü ondadır ki, nəmləndirir. Yəni dərini, istər onun şampunları, istər duş gelləri, istər də üz üçün olan vasitələri, yəni onların hamısının əsas, yəni tərkibləri yosunlardan olan o gözəl bir tərkib, hansını ki, yəni birazdan biz daha ətraflı bu haqda danışacağıq. Yəni əsas onun rolu odur ki, nəmləndirmə. İndi isə sözü verirəm digər spikerimizə. Aynur xanım, buyur, söz sizdədir. Təşəkkür edirəm Dinara xanım. Axşamınız xeyir olsun. Salamlayıram gözəl komandanı, başqa liderlərimiz olmaqla. Hər kəsi axşamı xeyir olsun. Dinara xanım demiş, cüməmiz də mübarək olsun inşallah. Bəli, bugün dəri haqqında məlumat verəcəyik bir spikerlər. Mən deyərdim ki, bəli, Dinara xanımın dediyinə sözünə qüvvət, dərimiz bizim ən böyük orqanımızdır. Biz dərimizə nəyi tətbiq eləyiriksə, dərhal poralar, yəni vasitəsilə dərimiz qanımıza keçir. Və kimyəvi məhsullar istifadə edəriksə daha zərərli olar, təbii istifadə edəriksə sağlamlığımız üçün, yəni daha gözəl olar. Və burada mən nəyi vurğulamaq istəyirəm? Dərinin qatından vurğulamaq istəyirəm. Yəni 3 qatdan ibarətdir dərimiz. Deməli, epidermis qatı, yəni bu üz qatıdır ki, ən üst təbəqədir. Yəni burada qoruyucu rol oynayır. Burada melanin adlı deməli pigment ki var, dərinin rəngini verir. İkinci qat dermis qatıdır ki, bu da orta qat adlanır. Burada isə elastiklik və möhkəmlik verir. Yəni tər və piy vəzləri, tük follikulları və sinir ucları bu qatda yerləşir. Üçüncü qatımız isə bizim hipodermik qatıdır ki, bu da daxili qatdır.
yağ toxumasından ibarətdir. Bədəni soyuqdan qoruyur və enerji ehtiyatının rolunu oynayır. Və burada əsas xüsusiyyətlərindən də dərinin vurğulasaq, qoruyucu xüsusiyyəti var ki, bu mikroblardan, zərbələrdən, zərərli şüalardan qoruyur. Təmizləyici deməli funksiyası var ki, bu bədən temperaturunu tər vasitəsilə nizamlayır. Və dərinin sağlam qalması üçün Dinara xanım da bəli vurğuladı ki, mütləq şəkildə mən deyərdim ki, biz suya da üstünlük verməliyik. Gün ərzində ən azı litr yarım 2 litr biz su qəbul etməliyik. Dərimizin təravət olması üçün, dərimizdə qırışın gec olması üçün biz su qəbul etməliyik. Və balanslı qidalanmaq üçün isə biz vitaminlərdən A, E, C vitamini, sink, omega yağ turşuları mütləq şəkildə bunlar istifadə olunmalıdır. Və gəldikdə mənə düşən duş geli haqqında verilməsi, bu haqda bir məlumat vermək istəyirəm ki, bu məhsulumuz bədən baxımı duş gelimizdir. Deməli, tərkibində bu duş gelimizin deməli dəniz mineralları var, yosun ekstraktları var, dəniz duzu var və efir yağları ilə bu məhsulumuz çox zəngindir. Dəniz mineralları dərindən təmizləyir və bərpa edir. Xüsusilə tər və kir yığılmış dərini yumuşaq şəkildə təmizləyir, rütubət balansını qoruyur, dərinin qorunmasının qarşısını alır və qan dövranını da bu məhsulumuz, bu duş geli qan dövranını da çox gözəl yaxşılaşdırır. Tərkibində olan yosun ekstraktlarına gələk isə dərini təmizləyir, toksinlərin azalmasına gətirib çıxarır. Yosun dəridəki toksikləri və artıq yağı təmizləyir. Dəniz yosunları tərkibində deməli minerallar var, amin turşuları var, efir yağları var. Bu cür yəni vitaminlər daşıyır və bərpa edici də rolu oynayır. Dəniz duzuna gəldikdə isə dəniz duzu, bu duş gelinin tərkibindəki dəniz duzu skrab effektini verir. Deməli, bu da ölü hüceyrələrin təmizlənməsinə gətirib çıxarır və dərinin yumşaq yəni təmizlənməsinə gətirib çıxarır. Və antibakterial iltihab əleyhinə də təsiri var. Deməli, dəniz duzunda skrab olduğu üçün, iltihab və antibakterial olduğu üçün, deməli, sızanaq və qaşınma olan, meyilli olan insanlarda bu daha gözəl olar ki, dərini çox gözəl faydası olsun. Və minerallarla zəngindir bu məhsulumuz. Yəni, tərkibində maqni var. Bilirik ki, maqni sakitləşdirici rol oynayır. Yəni, bu məhsulda bədənimizin sakit olmasına, sakitləşdirici rolunu oynayır. Tərkibində kalsi var. Kalsində nə qədər sağlamlıq üçün mineral olduğunu bilirik. Bir də kalium var. Və ona görə də dərini bərpa edir. Müntəzəm istifadə edəndə dərinin elastikliyini də, yəni elastik də dedikdə nəyi nəzərdə tuturuq? Yəni möhkəmləndirir, sallaq olan dəriləri, yumuşaq olan dəriləri elastikliyini bərpa edir. Və tərkibində efir yağları ki var, bu da deməli təbii ətir verir və sintetik ətirlərdən fərqli olaraq efir yağları təbii və sakitləşdirici rolunu oynayır və stresi də aradan qaldırır. Mikroblara qarşı da çox gözəl rolu var və dərinin təbii yağ balansını qoruyur. Xüsusilə quru və yağlı dərilər üçün də tarazlayıcı təsiri var. Mən bir şey də vurğulayım ki, dostlar, ümumiyyətlə artıq 4 ildir ki, mən bu şirkətdəyəm. Mən bu şirkətdə nə qədər duş gelləri varsa, mən onu saçım üçün də istifadə edirəm. Yəni, təbiiliyini bilərək, bitkisel olduğunu bilərək, tərkibində heç bir qatqı olmadığını bilərək, mən ürək rahatçılığı ilə saçlarıma da bərpa edirəm və doğrudan da gözəl də təsirini görürəm. Məndən də bu qədər. Növbəti speakerimiz buyursun.
Salam, axşamınız xeyir olsun. Mən də salamlayıram. Başda liderlər olmaqla hər birinizi, yeni qoşulanları da salamlayıram. Təşəkkür edirəm hər iki xanım. Dərya necə qulluq olmalıdır onu dedi, ətraflı məlumat verdi və bir çoxunuz yəqin ki bilirsiniz ki, Simris Qızlar bölüm məhsullarında heç bir üz qulluğunda, saç qulluğunda, dərya qulluqda heç bir belə deyim, paraben, sulfat, fitalat yoxdur və heç bir heyvanat üzərində nəzərdən keçirilməyib. Birbaşa istehsalat mərkəzindən hər insan üçün birbaşa nəzərdə tutulubdur. Yəni o məhsulları birinci növbədə insan qəbul edir. Bəli, çox gözəl vurğulandı. Dəri bizim ən böyük orqanımızdır. Necə istifadə edəriksə, nə qulluq ediriksə, mütləq onu görürük. Daxildən də, eyni zamanda xaricdən də. Mənim də şampunla bağlı deyim ki, yosun tərkibli olan şampunumuz demək olar ki, həqiqətən də düzdür, əldə yoxdur, qabı məndə yoxdur. Artıq yeni gələnlər üçün, yeni belə deyək, qoşulan xanımlar üçün biraz məlumatsız qalırlar, amma yenə də özlərinin proqram şəklində tətbiq etdikləri Siberiyan, Bay Siberiyana keçid alıb baxa bilərlər. Demək olar ki, yəni yosun tərkibli şampun həm kəpəkli şampun saçlar üçün çox gözəl nəticə verir. Çünki orada olan qarışım, belə deyim, saçın diblərinə yaxşı təsir edərək saçın antibakteriyal, təşəkkür edirəm Dina xanım. Bəli, antibakteriyal çox belə deyim, müdafiə edir, saçı kökündən təmizləyir, dərini qidalandırır, nəm balansını qoruyub saxlayır. Eyni zamanda da hüceyrəvi səviyyədə, yəni saçın hüceyrələrini, folikullarını möhkəmləndirməyə kömək edir. Tərkibində selenyum, sink var, maqnezium var, tərkibində eyni zamanda yod var və amin turşuları var ki, bunlar da bizim bilirsiniz ki, daxildən də qəbul etsək çox gözəl nəticə verir. Eyni zamanda xaricdə də bizə yaxşı təsir göstərir. Dərinin immun sistemini gücləndirir. Yəni başımız belə deyək də birbaşa biz nəyi tətbiq etsək saçımıza, yəni birbaşa onun başımıza da, qan dövranımıza da təsiri var və bu vasitəni istifadə edəndə saçımız sakitləşir. Tam olaraq Maqni Aynur xanım vurğuladı. Sakitləşdirici bir effektə malik olduğuna görə, pişiyotu olduğuna görə həm daxildən əsəblərimizi, sinirlərimizi sakitləşdirməyə kömək edir, həm də eyni zamanda xaricdən saçın qıcıqlanmasına, görürsünüz ki, qaşıntı verir, saç diblərində tam olaraq, yəni belə deyim, kəpək, üstəlik hansı bir narahatçılıq olur ki, onu aradan qaldırmağa kömək edir bu saç şampunu. Üstəlik də ki, tam olaraq, yəni saçın minerallarla zəngin olduğuna görə saçın qatını, yəni mineral qatını bərpa edir saçı, elə bil ki, minerallar örtür. Saçın uzanmağına kömək edir, eyni zamanda yeni saçların çıxmağına kömək edir, üstəlik qıcıqlanmasının qarşısını alır və saçın, belə deyim də, qırılmasının qarşısını alır və bir də bir effekti var ki, dəniz yosunu təbii tərkib olduğuna görə, təbii maddə olduğuna görə həm daxildən, həm də xaricdən istifadə etməyə çox belə deyək də faydalıdır. Faydalı olduğuna görə də, yəni həm bizim belə deyək də daxilimizdən, həm də xaricimizdən istifadə etdiyimizə görə bizim belə deyək də sakitləşməmizə, dərimizdə məsələn allergik təsirin qarşısını alır. Yəni görürsünüz ki, bir saça qulluq edəndə hansısa bir saç şampunu saçın həm tökülməsinə gətirib çıxardır, həm qaşınmasına gətirib çıxardır. Yəni yeni belə kəpəklənməyə gətirib çıxardır. Bu şampun tamamilə əksinədir. Tam olaraq, yəni saçın kökündən qidalandırır, nəmləndirir, bərpa edir. Üstəlik yeni saçların uzanmasına kömək edir və mineralla zəngin olduğuna görə saçın belə deyim də immun sistemini gücləndirir. Və bildirmək istəyirəm ki, saç tökülməsinin qarşısını alır. Ondan sonra qarışıq saçlar və bir də yağlı saçlar üçün nəzərdə tutulub bu şampun. Hər iki saç belə deyək tipi olana daha yaxşı effekt göstərir. Çünki həm yağlanmanın qarşısını alır, həm belə deyim də quru olmağının qarşısını alır. Üstəlik də ki, saçların inkişafına kömək edir. Sakitləşdirir, ondan sonra tam olaraq saçın sürətlə uzanmasına kömək edir və belə deyim, saçların müdafiəsinə, saçların belə deyək də canlı görsənməsinə kömək edir.
Mənim də bu qədər bir nəticəm də var, mən deyə bilərəm. Mən Aynur xanım dedi ki, duş gelini saça tətbiq edib. Mən mövzudan kənar olsa da qab şampununu saçıma tətbiq etmişəm, Greppindən. Yəni bizim o da digər eko vasitəmizdir. Ondan istifadə etmişəm. Bildiyim kimi tərkibi təmiz olduğuna görə istifadə etmişəm. Saçıma çox gözəl təsir edib. Duş gellərində istifadə etmişəm saçıma. Yaxşı təsir göstərib. Yosun şampunu, indi dediyim şampunu, Dilara xanım göstərdiyi şampunu istifadə edəndə, bax bu saçlar təzəlikcə dostlar, baxın, bunların hamısı yeni baxıram ki, çıxıb. Yəni mən çolpa kəsdirməmişəm çoxdandan. Bu saçlarım hamısı, hətta boyun tərəfdə də hamısı yeni-yeni çıxıbdı. Həqiqətən də dediyimiz kimi də nəticə də verir. Məndən də bu qədər. Hər birinizə tövsiyə edirəm ki, öz şampunlarımızı istifadə edəsiniz və ətrafınızda hər kəsə məlumatlandırasınız. Çox sağ ol, təşəkkür edirəm. İndi isə keçək dəri. Daha doğrusu üz dərisi. Üz dərisinə demək, hansısa bir məhsulu tətbiq etməmişdən öncə biz mütləq bilməliyik dəri növümüzü. Bilirsiniz yəqin çoxlarınız ki, dəri növü 5 tipdə olur. Burada həm normal dəri, yəni balanslı yağ və nəmlik səviyyəsi. Bu normal dəri. Quru dəri nəmlilik çatışmamazlığı nəticəsində quruluq və çatlar. Daha sonra yağlı dəri. Yağlı dəri həddindən artıq sebum ifrazı səbəbindən çox parlaqlıq və sızanaqlara meyillilik. Kombinə olunmuş dəri, bu bəzi bölgələr yağlıdır, yəni digər bölgələr isə quru ola bilər. Bir də həssas dəri, hansı ki, xarici təsirlərə qarşı həssaslıq və qızartılarla ola bilir. İndi, yəni mən istəyərdim ki, çox təlimlərimizdə bunu bildirirlər. Biz necə etməliyik? Təmizlik ümumiyyətlə üzümüzü etap olaraq necə etməliyik üzümüzü təmizləməliyik? Yəni üzümüzdə makiyaj varsa, istəyərdim, yəni təkrar eləyək ki, bəlkə yeni qoşulan var aramızda, onlar da bilsin. Həmişəki kimi ümid eləyirəm ki, qeyd eləyirsiniz, qeydləri aparırsınız və bu məlumatlardan faydalanmaq üçün, yəni bunların hamısını qeyd eləyirsiniz. Və ilk olaraq biz nə edirik? Əgər bizdə demək üzümüzdə makiyaj varsa, demək biz hidrofil yağı ilə və yaxud da misellar suyu ilə bu makiyajı biz üzümüzdən yox eləyirik. Çox gözəl də, yəni hidrofil yağı ilə makiyajı təmizləmək olur. Hətta gözdə əgər makiyaj varsa, onu da çox gözəl pambığa tətbiq eləyib, bir dəqiqə saxlayıb, yəni gözün üzərində və çox rahatlıqla silib bu makiyajı apara bilərik. Sonra isə misellar suyudakı adi elə vatna, yəni pambıq disklərini istifadə edib silirik. Yəni kimə necə rahatdır. Sonra ikinci etapımız bizim üz yuma geli və yaxud da köpük ola bilər, yəni baxır sizin istifadə etdiyiniz məhsullar hansılardır. Və ondan sonra da biz əgər tam ki skrab eləyəcəksə skrab eləyirik, əgər maska olunacaqsa maskadır və növbəti etapımız toner və yaxud da tonik olmalıdır. Mütləq üzümüzü nəmləndiririk və ondan sonra vurulacaq serumdur və yaxud da kremdir. Yəni bu ardıcıllığı biz mütləq etməliyik. Əgər bu ardıcıllıq olmasa, siz istədiyiniz effekti, nəticəni ala bilməyəcəksiniz. Və mütləq yəni dərini gündə 2 dəfə, yəni səhər, axşam, yəni bu prosedurları biz etməliyik və çalışmaq lazımdır 2 saat öncədən, yatmamışdan öncə, yəni axşam prosedurlarını, səhər də ki, indi qalxdıqda, bu həmin yuxudan qalxdıqda bu prosedurları eləyirik. Bu ardıcıllıq dediyim kimi mütləq, yəni bu ardıcıllığa riayət olunmalıdır. İndi isə mən biraz daha ətraflı bu Wellness seriyasının tərkibində hansı komponentlər var, aktiv maddələr var, onların haqqında sizə söyləmək istəyirdim. Belə əsas, yəni məqamlarına toxunmaq istəyirdim ki,
Bu Wellness C seriyasında pul olan var, hansı ki dərini təsirli şəkildə cavanlaşdırır, dartır, yaşlanma proseslərini ləngidir, sonra toxumaları möhkəmləndirir, dəriyə hamarlıq, elastiklik və parlaqlıq verir. Daha sonra bir şey də vurğulamaq istəyərdim ki, həmin bu komponentin istifadəsi nəticəsində bahalı salon inyeksiyalarını, yəni inyeksiyaları ilə müqayisə eləmək olar. Çünki yəni o cür gözəl bir effekt verir, hansı ki o inyeksiyanı elə bil ki etmiş olursan. Pululan, yəni bu Wellness C seriyasından olan, tərkibində olan bir komponentdir. Daha sonra çəhrayı qızıl balıq kürüsünün cövhəri. Omega 3, 6, 7, 9 turşuları ilə zəngindir. Tərkibində həm də A və Y vitaminləri mənbəyidir, həmin bu qızıl balıq kürüsünün cövhəri. Dərinin yatmış hüceyrələrini oyadır və bərpa proseslərini işə salır. Bu da tədricən cavanlaşmağa gətirib çıxardır. Daha sonra dərini çox gözəl şəkildə qidalandırır və nəmləndirir. Daha sonra epidermal qırışların hamarlaşdırır, dəri tonunu bərabərləşdirir, pigmentasiya təzahürlərini azaldır. Sonra Axot dənizinin hasil olunan biofermentləşdirilmiş laminariya var tərkibində, hansı ki onlar da dəyərli minerallarla və ya xanımlarımız vurğuladığı kimi həmin o dəyərli minerallar və mikroelementlərlə doludur. Və nəticədə o da çox gözəl nəmləndirmə və belə deyək də nəmi dərinin daxilində bağlayaraq transepidermal nəm itkisini azaldır, canlandırır dərini və elastikliyi bərpa edir. Ağ dəniz laminariyasının mineral konsentratı. O da bizim bir gözəl seriyamızın tərkibində var. Böyük bir miqdarda bunun tərkibində manqan, selen, kobalt, silisium, natrium, brom, dəmir, maqnezium, yəni bunlar hamısı mövcuddur. Cavanlaşdırıcı, nəmləndirici, cavanlandırıcı, stimullaşdırıcı təsirə malikdir. Və elastikliyi artırır, nəzərə çarpan lifting və anti-stres təsir göstərir. Daha sonra Ağdəniz fukusunun cövhəri də var tərkibində. Fukus cövhəri mikrosirkulyasiyanı stimullaşdırır, mübadilə proseslərini və detoksikasiyanı fəallaşdırır, təsirli şəkildə şişkinliyi aradan götürür və dərini sakitləşdirir və yumşaldır, qırışları da azaldır. Sonra Baltika dənizinin kolageni də var bu məhsullarımızın tərkibində. İlkin strukturu saxlanılan təbii kolagen insan dərisinin keratini ilə yüksək oxşarlığa və xüsusi nəmi bağlama qabiliyyətinə malikdir. Dərini dərhal nəmləndirir, onu səddi funksiyasını dəstəkləyir, qırışları da azaldır. Sonra elastin dəri elastikliyini bərpa edir, adından bəlli olduğu kimi onun yaşlanmasının qarşısını alır və turqorunu artırır. Dərini hamarlaşdırır, bərabərləşdirir, xırda qırışları aradan qaldırır və dərini təravətləndirir. Bir də ki, niasinamid, bilirsiniz ki, bizim kremlərin, məhsullarımızın, yəni hansı ki, üz qulluğuna aiddir, yəni çoxlarının tərkibində niasinamid var. Niasinamid səddi funksiyasını yaxşılaşdırır, transepidermal nəm itkisini, qızartıları, dərinin həssaslığını azaldır, kolagen və dərinin öz seramidlərinin sintezini stimullaşdırır, elastikliyi artırır və dəri teksturasını yaxşılaşdırır, pigmentasiyanı və məsamələrin ölçüsünü azaldır. Baxın, yəni bunlar hamısı bizim bu Wellness C seriyasının tərkibində var. Və hal-hazırda da bu gözəl məhsullardan bir neçəsi endirimdədir. Ona görə də alın, aldırın. İndi istəyərdim
üz kremi haqqında biraz məlumat verim. Həmin bayaq sadaladığım bütün aktiv bu maddələr, komponentlər bu məhsulun tərkibində vardır. Əlavə bu krem yəni çox qəşəng lifting effekti verir və dediyim kimi bütün bu seriya nəmləndirici effektə malikdir. Dərhal dərinin vəziyyətini dəyişdirir. Təbii komponentlər intensiv şəkildə nəmləndirir, elastikliyin artmasını və qəti üz ovalının sallanmasına səbəb olur. Şişkinlikləri və yorğunluq izləri ilə mübarizə aparır, dərini ətraf mühitini mənfi təsirindən müdafiə edir və sakitləşdirir. Baxın, balaca bir gözəl bir məhsul, o qədər tərkibi zəngindir. Mən özüm də istifadə edirəm, həm serumunu, həm də üz kremini və çox da razıyam. Doğrudan da çox gözəl dəri həm nəmlənir, həm də elastik olur və qırışlar da yəni azalır. Əlavə olaraq üz kreminin tərkibində fosfolipidlər var, hansı ki bu fosfolipidlər havadan suyu çəkir. Ümumiyyətlə fosfolipid nədir? Yəni havadan suyu çəkir, dərinin nəmləndirilməsini səbəb olur və kosmetikada dərinin normal strukturunu və lipid tarazlığının bərpası üçün istifadə edilir. Xüsusilə də quru dəriyə qulluq vasitələrində, yəni bu fosfolipidlər istifadə olunur. Dəri qatının təbii struktur komponentləri olduqları üçün qıcıqlanma və allergik reaksiyalarını yaratmır. Hansı ki, yəni Aynur xanım da söylədi, Sevinç xanım da. Yəni dəridə qətiyyən allergik reaksiyalar yaratmır. Və serumumuzu da göstərim, hansı ki, baxın, bayaq sadaladığım bütün komponentlər tərkibində var və serumumuzda belə deyək də, əsl cavanlıq aktivatorudur, hansı ki, arktik yosunları, qızıl balıq kürüsünün cövhəri, pul ulan, bunların hamısı, yəni bu məhsulların tərkibində var deyə zərdab yorğunluq izlərini və qırışları ləğv etməyə kömək eləyir, üzə parlaqlıq və qəti konturlarını qaytarır, xüsusi formul dəridə mikrosirkulyasiyanı və şişkinliyi aradan qaldırır. Səddi funksiyaları gücləndirir və nəzərə çarpan antioksidant təsir göstərir. Bu bizim serumumuzdur, hansı ki, yəni bəzi serumlar olur ki, dəridə yapışqanlıq hissi yaradır. Qətiyyən bu serum yəni elə deyil və doğrudan da çox gözəl bir effekt verir. Və ümumiyyətlə mən demək istəyərdim ki, serumlarla kremlərin fərqi nədir? Serum dərin qatlara işləyir, problemləri hədələyir. Krem isə səthi qoruyur, nəmləndirir və serumun təsirini saxlayır. Ona görə, yəni hər birisinin ayrı-ayrılıqda özünə aid olan funksiyaları var. Ona görə, əgər siz serum hələ də istifadə etməmişsinizsə, yəni tövsiyə eləyərdim ki, həm serumu istifadə eləyəsiniz, həm də ki, kremi. Günün birinci yarısında yaxşı olar ki, misal üçün serum istifadə olunsun, çünki aktiv maddələr var tərkibində, amma krem isə axşam tərəfi istifadə oluna bilər, axşam prosedurlarınızda. Və əgər dərinizdə görünən dəyişikliklər istəyirsinizsə, rutininizi serumla başladın. Çünki sağlam, gənc və parlaq dəri yəni dərinlikdən gəlir. Ona görə mütləq dediyim kimi üz təmizləmə, bütün bu rutinləri ardıcıllıqla edin və bu gözəl məhsullardan istifadə edin və siz də gözəl bir nəticə alın. Qaldı bizim indi bir məhsulumuzda, hansı ki, bu demək maskadır, həmin dəniz yosunları tərkibli maskamızdır, Wellness seriyasından. Onun haqqında da Həlimə xanım danışacaq. Buyursun Həlimə xanım. Salam, axşamınız xeyir olsun.
və mənə düşən maska oldu. Bu gözəl maskadan biraz olsa məlumat verim sizə, çünki çox belə bir seriyasını demək olar ki, hamısında yəni eyni tərkiblər var, amma fərqləndirən məsələlər də var ki, məsəl üçün bu maska açım indi biraz izini verək. Bu maska məsələn əsasən qızartıları və kuperozə meylli olan dərilər üçün daha rahatlıq verir. Yəni bu maska tərkibində trokseriton, kollagen, xlorofil və arktik yosunlar kompleksi ilə bu maska dərini fəal şəkildə nəmləndirir, qidalandırır, damarların daralmasına və kapillyar divarlarının möhkəmlənməsinə səbəb olaraq tonunu belə deyək də bərabərləşdirir. Ola bilər ki, rəng tonu var, rəng bərabərsizliyi varsa onu bərabərləşdirir. Ondan sonra dəriyə elastikliyi və məxmərliyini qaytarır, pigmentasiyanı və məsamələrin ölçülərini azaltmağa kömək edir. Maşallah olsun. Qan dövranını və limfa axınını belə deyək də fəallaşdırır. Durğunluq hallarını və yaxud da şişkinlik olarkən üzdə onu aradan qaldırır, azaldır. Ondan əlavə də sızanaq yüklənməsini və iltihab proseslərinin azalmasına kömək edir. Yəni bu maska. Bundan əlavə də iş odur ki, tərkibində vitamin Y olduğuna görə, çünki trokseritonun dedik, yəni iltihabı aradan götürür. Ondan əlavə vitamin Y də nə üçündür? Bəzilərimiz bilər, vitamin Y qırışların elastikini, yəni dəridə olan qırışları azaldır. Ondan əlavə kollagen sintezini stimullaşdırır. Yaşla əlaqədar olaraq, məsəl üçün, pulsdan yuxarı yaşla əlaqədar olaraq pigmentasiyanın qarşısını alır. Sonra dəridə bürüşüklük varsa, yəni onun təzahürünü ləngidir, iltihabı prosesləri aradan qaldırır və yeni hüceyrələrin yaranmasına səbəb olur, yaratmağa kömək edir. Ondan əlavə dərini nəmli saxlayır, tonunu bərabərləşdirir və çox da gözəl parlaqlıq verir. Bu məhsulu istifadə qaydası odur ki, bu əvvəlcə məsələn üzünüzü yuyursunuz, ondan sonra bu maskanı tətbiq edirsiniz. Yəni həftədə 2 dəfə, 3 dəfə indi ehtiyac duyulduqda. Ondan sonra maskanı istifadə edəndən sonra bir 10-15 dəqiqə qalır üzdə və isti su ilə yuyulur. Yəni çox da gözəl, əgər bu problemlər varsa, məsələn, rəng bərabərsizliyi və s. yoxdursa, yəni o problemlərin qarşısını almaq üçün də istifadə olunur. Yəni o demək deyil ki, yəni ancaq problem olsun üzdə, ondan sonra istifadə edilir. Yox. Yəni elə bu, çünki tərkibində çox şeylər var. Onların hamısını xanımlar dedi, belə deyək, niasinamiddir, dəniz yosunudur, kollagendir, belə deyək, elastindir və s. Yəni onları xanımlar dedilər, əlavə olaraq da budur. Yəni həqiqətən bu üçünü bir yerdə istifadə eləsəz, belə deyək də 2 ay, ən azı 2 ay həm serumunu, həm kremini, həm maskasını, əlbəttə üz yumağı ilə başlasaq, onda üz yumağı məsəl üçün kefir yağı ilə vəbşə süper olar. Çünki kefir yağının ayrıca özelliyi var deyə bu 4-ünü bərabər istifadə edirsək, daha gözəl effekt olacaq 2 ayda və belə deyək də, bu hal-hazırda endirimdədir. Çünki 18 manatdan düşüb 11 manata. Yəni belə deyək də, su qiymətinə düşüb. Sıvırqa da həmən o dediyim kimi endirimdədir. Bunlardan istifadə edin, alın, aldırın. Həqiqətən, yəni üzünüz belə deyək də, nəfəs alsın, siz elə ki, qocalmanın qarşısını alın. Onda sizə baxıb deyəcəklər ki, sən nə etmirsən? Elə biləcəklər ki, prosedur etmirsən, amma etməmişsən. Həqiqətən 2 ayda bir də daxildən də istifadə eləsəz, mükəmməl olacaqsınız. Olursunuz, qəşəng. Yəni, məndən də bu qədər. İnşallah ki, hər biriniz qeyd eləmişsiniz.
Bu gözəl sona görə təşəkkür edirik dinlədiyiniz üçün. Çox sağ Maşallah. olun, təşəkkür edirəm. Xanımlarımız çox yaxşı, hamımız hazırlaşmışıq və çox dolğun məlumatlar verdik. Düşünürəm ki, sizlərə faydalı oldu bütün bu verdiyimiz məlumatlar və siz də ətrafınızda olan insanlara bunu bu məlumatlarla bölüşəcəksiniz. Paxıl olmayın. Bütün bu məlumatları yaxında ətrafda olan insanlarla bölüşün. Və suallarınız varsa mövzuya dair buyur, suallarınızı verin. Yeni ola bilər insanlar olsun aramızda, sualları yaransın. Çəkinmədən mikrofonu açın və suallarınızı verin. Dinara xanım, bir söz deyim. Həlimə xanım doğrudan o qədər gözəl vurğuladı ki, bəli, xanımlar qaçırlar həkimlərə, əməliyyatlara, botokslara, yəni cürbəcür üz əməliyyatlarına və yəni onlara belə bildirmək lazımdır ki, burada bəli, yəni ən azı Həlimə xanımın sözünə qüvvət 2 ay bir neçə məhsulu qəbul etməklə doğrudan da botoks effektini, dərinin dartılmağını, dərinin doğrudan da təravətli, rəngin açılmağını, yəni özləri gözləri ilə yəni görəcəklər. Yəni həm təbii, zərərsiz, ziyansız, çünki həmən o həkim prosedurları ki var, çox zərərlidir. Yəni getdikcə yəni üzdə fəsadlar törədəcək. Yəni bunların yəni daha təbiisinə üst tutmaq olar da. Maşallah məhsullarımız var. Doğrudan da tərkibində heç bir qatqısı olmayan və o şeyləri yaradan məhsullarımız var ikən niyə biz iynəyə qaçaq, niyə botoksa qaçaq? Belə, yəni kimlərin sualı var, buyursun. Bir əlavəni də mən edim ki, Dinara xanım, demək, hidrofil yağın dedi Həlimə xanım, doğrudan da üzün birinci növbədə təmizlənməsi mütləqdir. Mütləqdir və ona görə də birinci növbədə dərindən təmizlənməlidir ki, həftədə 2 dəfə. Həmin nə tətbiq etdiksə, onu dəri tam olaraq özünə hopurdur. Yəni, tam rahatlıqla. Bəzən xanımlar deyir ki, məsələn, kremi alır, lap sıvırtkasını alır, hansını alır, amma yaddan çıxır, məsələn, üzü yumaq üçün gel almaq. Deyirlər sabunla yoruq, bəziləri deyir ki, məsələn, sadəcə su ilə yoruq, o alınmaz. Çünki niyə? Birinci növbədə dərindən təmizlənir üz, hidrofil yağdakı maşallah. Ona ehtiyac yoxdur ki, məsələn, prosedura gedə Sibirin xanımları. Çünki onu çəkəndə, ona hələ 5 dəqiqədə masaj edəndə istər-istəməz həmin effekti gətirir, verir. Parlaqlığı var, çünki efir yağları ilə zəngin olduğuna görə. Birinci növbədə elə onu bütün prosedurlardan qabaq, kremlərimizdən, sıvırtkalarımızdan qabaq üz yuma geli, hidrofil istifadə etsələr, mütləq onun belə təsirini görəcəklər. Həm əlini vurduqca uşaq dərisi kimi olacaqdır, həm də eyni zamanda da parlaqlığı artıq üz yuma geli onu belə deyək, dərini canlandırır birinci növbədə təmizləməklə yanaşı. pH balansının da qorunduğuna görə həmin o vurduğumuz, tətbiq etdiyimiz məhsullar, istər sıvırtkası olsun, maskası olsun, krem olsun, hamısı üzündə çox gözəl bir təsir göstərəcək. Mənim özümə sual vermişdilər ki, hələ mən burada 1 il belə deyək də təzə başlamışdım. Məhsulları istifadə edib üzdən üz qulluğunu təzə başlayan vaxtı mənə məhz getdiyim klinikada xanımlardan biri dedi ki, kosmetoloqunuz kimdir? Bax, o sözü hələ deyənə qədər unutmuram. Kosmetoloqunuz kimdir? Dedim ki, heç kəs. Nədir ki, mən kosmetoloq deyil, bura klinikadır. O dedilər ki, məsələn, üzünüzdə çox gözəl bir parlaqlıq var, həm də dəriniz çox yaxşı görsənir, botoks kimi. Mən dedim ki, sivir məhsullarından istifadə edirəm. Doğrudan da bir hidrofil yağını eşidəndə xanımın onun tərkibini, onun fəaliyyətini, funksiyasını işləndə tamamilə onun gözü yerindən belə deyim də çox qabarıq şəkildə baxdı ki, yəni belə bir üz yuma geli necə ola bilər ki, bu qədər effekt verir? Dedim, yox. Həm daxildən təmizlənmişəm, həm də eyni zamanda onu və digər məhsulları istifadə eləmişəm. SPF 50-dir, digər kremlərimizdir ki, istifadə eləmişəm. Maşallah da yaxşı təsir göstərib. Əlbəttə ki, günəşə qarşı kremi də unutmamalıyıq. Bəli. Çölə çıxmamışdan öncə, hətta yay olmasa belə biz onu istifadə eləməliyik. Qışdır, yaydır, heç bir fərqi yoxdur. Fəslindən mütləq istifadə olunmalıdır. Belə. Axşamınız xeyir.
Mən də əlavə eləmək istərdim. Çox faydalı məlumatlar eşitdim. Çox sağ olun. Həqiqətən, yəni üz qulluğu, saç qulluğu, bədənə qulluq mütləq orqanik vasitələrdən olmalıdır. Qatqısız, tam təbii. Çünki biz özümüzü təbiətin bir yaratdığı insanlarıq da, yəni Allahın yaratdığı özümüzü təbiətdə yaratdığı varlığıq. Ona görə biz təbii məhsullardan istifadə etsək, bu bizə daha yaxşı olur, daha yaxşı təsir edir bizə. Çünki həqiqətən effekti də hamı görür. Mən də bir əlavə eləmək istərdim. Misal üçün üz baxımında etapların düzgün qeyd elədiniz, amma üzü birinci etap gidrofil yağ, ikinci bu penka ola bilər, üz yuma köpüyü, üçüncü tonik olmalıdır. Çünki biz su ilə yuyandan sonra bizim sularımız yəni quruluq verir dəriyə, pH balansını məhv edir. Amma tonikdə olan həmin o nəm balansı üçüncü etap tonik olmalıdır, sonra maska olmalıdır. Maskadan sonra da artıq üzü ya silmək olar, ya yumaq olar, yenə toniklə silib, çünki ehtiyac yaranacaq. Yəni tonikdən qorxmaq lazım deyil. Tonik nəm balansı həmişə bərpa eləyir və mütləq üzü su ilə yuyandan sonra gün ərzində hətta 4-5 dəfə də toniklə silmək olar. Bu daha yaxşı fayda verir və sonra digər etapları da keçmək olar. Mütləq də üzü qorumaq üçün günəşdən zərərli şüalardan qorumaq üçün mütləq SPF o düzgün vurğuladınız. Mən misal üçün saçım ağarır da, mən kraska qoyuram və kraska saçımı çox belə codlaşdırır. Mən bu yaxınlarda 2 dəfə, 3 dəfə saç diblərimə korin tətbiq etdim. Həqiqətən necə saçlarım canlandı, necə əl vururam, saç yəni bisiz özünə gəldi, yumşaldı. Həqiqətən çox sevdim yəni bu korin məhsulunu. Belə üzə də istifadə edirəm, onunla silirəm üzümü. Belə soyuq dəyməyə falan da istifadə olunur. Amma saça tətbiq elədim, çox xoşuma gəldi. Çox qəşəng yəni effekt verdi. Bir də ki, üzdə prosedurları eləmək olar. Prosedurlar təbii mezokokteyllərdən hansının tərkibində vitamin kompleksi var. Dolğuları yox, botoksu da mən əleyhinəyəm şəxsən. Dolğular onlar da tərkibində hialurон turşusu, amma sintetik hialurон turşusudur. Müvəqqəti olaraq onlar hardasa 1 illikdir. Sonra yenə onları tətbiq edirlər. Amma üz qulluğu mütləqdir. Hər gün etmək həm dərinin keyfiyyətini yaxşılaşdırırsınız, həm də ki, dərindən strukturunu bərpa edirsiniz, yəni hüceyrə səviyyəsində. Ona görə mütləq üzə qulluq, həmin o etdiyimiz vasitələr, onlar dərinin alt qatlarına qədər çatır. Ona görə üz dərimizin qırışları azalır. Elastin, kollagen sintezini stimullaşdıran bu etdiyimiz həmin bu üz qulluqları həqiqətən faydalıdır. Və onlarla yanaşı yüngülvari mezoterapiyalar eləmək, yəni faydası var. Dərindən alt qatdan da qidalandırmaq mütləq vacibdir. Yəni, əgər yaş kateqoriyası var, daha yaşlı qadınlar varsa, onlara məsləhət görəm. Yox, biraz cavan qadınlardırsa, üzdə yəni xırda mimik qırışlar falan, onlar əlbəttə Sibirski Zdarovyanın bu düzgün etaplarından mütləq istifadə etmək lazımdır. Yəni, məndən deyəcəklərim bu qədər. Çox sağ olun. Təşəkkür edirik Ülkə xanım. Sağ olun. Kosmetolog Mən olaraq gözəl təşəkkür məsləhətini edirəm. Çox sağ olun. Çox sağ olun qızlar. Kosmetolog olaraq öz məsləhətinizi verdiniz. Doğrudan da faydalandıq. Çox sağ olun. Təşəkkür edirəm. Keçən dəfə təlimdə də mənə çox gözəl bir yol göstərdiniz. Belə bir halda ki, yəni bəzi prosedur var idi ki, onları mənə çox gözəl izah etdiniz. Mən çox belə deyək də faydalandım ondan. Çox sağ olun. Təşəkkür edirəm. Kiminsə sualı yoxdursa, Çox sağ olun. yəqin ki, artıq sağollaşmalıyıq. Hər kəsə təşəkkür eləyirəm. İnşallah növbəti Zoomda görüşənədək. Sağ olun, gecəniz xeyrə qalsın. Xeyrə qarşı Allah amanda. Sağ olun. Gecəniz xeyrə qalsın qızlar. Çox sağ olun. Siz sağ olun. olun. Xanım.